Salamlar. Videonun önündən salamlaşmadım. Dedim o gözəlliyi, o möhtəşəmliyi, açılışı siz də görəsiz. Sizə təqdim elədim. Necəsiz mənim əziz izləyicilərim, canlarım, gözlərim. Bugün biz hardayıq? Rebusun açılışında. Sevinç Mall'un içərisindədir, 3-cü mərtəbədədir və o qədər gözəl, o qədər belə rəngarəng uşaqları belə başından alan məhsullar var ki, inanırsınız, peşman olmazsınız. Yəni getməmisinizsə gedin bir dəyin və salam. Yəni dəysəz, görsəz nə qədər əl üzdə şeylə, məhsullarla çıxarsınız. Buradan Xalid bəyə təşəkkür edirəm. İcazə verdi çəkilişimizə görə, sağ olsun, var olsun, xeyirli, uğurlu olsun. Zaten biz Xalid bəyin müştərisiyik öncədən. Hər il məktəb ləvazimatlarımızı biz Rebusdan alırıq və hər zaman da bunu da vurğulayım ayrıca müştərilərini düşünürlər. Yəni daima məktəb vaxtında endirimlərini edirlər və müştərilərini belə deyək, razı salmağa çalışırlar. İstəyirlər ki, müştəriləri həmişə daima üzləri gülsün, üzləri gülərüz çıxsın onların belə deyək yerlərindən. Alış-verişləri həmişə belə xoş olsun. Yəni mən belə marketinq görməmişəm, bunu da deyim. Yəni digər marketlər, yəni mağazinlər deyək, məktəb ofis ləvazimatları deyim, çalışırlar öz xeyirlərinə hər şey qazansınlar, amma mən Rebusda tamam əksini görmüşəm. Çox gözəldir. Yəni ora getdin, yəni cənnətə düşmüş bir şeydir də. Yəni sanki bir cənnətə düşmüsən. Həm qiymətləri münasibdir, həm işçiləri gülərüzdür. Belə deyim, bütün sastav, yəni gülərüzlə, mehribançılıqla insanı yola verirlər. Yəni bir şeyi 5 dəfə soruşsan da o qədər gözəl insanla ünsiyyət qururlar, o qədər gözəl izahlar verirlər ki, hətta bilmədiyin, axtarıb tapa bilmədiyin bir şeyi məsləhətlər o qədər gözəl verirlər ki, hətta məsəl üçün biz Neftçilər filialından həmişə alırıq, belə deyək, məktəb ləvazimatlarını və orada bir neçə xanım var ki, o qədər gözəl xanımlardır ki, yəni necə deyim mən sizə, tapa bilmədiyim şeyi məsləhət alıram. Yəni məsləhət verdikləri şeylərdən də o qədər razı qalıram da. Yəni heç peşmançılıq çəkmirəm ki, kaş onun dediyini almazdım. Bu sözü heç vaxt demədim. Çünki müdiriyyət əgər nə qədər gözəl xasiyyətdə olsa, işçilərlə nə qədər münasibətdə gözəl olsa və işçilər də müştərilərə qarşı elə münasibətdə olur və xoş üzlüklər göstərirlər və bu müştərilərə də müsbətdir. Yəni müştərilər daha çox axımı olur və daha çox sevirlər oranı. Şəxsən mən öncədən neçə ildir buranın müştərisi olaraq bildirirəm ki, həqiqətən də qiymətlər çox münasibdir su qiymətinə. Hətta plus, yəni bonusda 20% endirim olanda sanki siz belə deyək də hədiyyə verilir də, belə deyək. Həmin məhsullar sizə hədiyyə verilmiş kimi bir şeydir. Yəni siz də gedin, yararlanın bu 20% endirimdən və endirimlər bizim üçündür. Bunu da deyim, müştərilər üçündür. Yəni biz gelib alıb istifadə etməsək bu endirimlərdən, onlar yəni bu endirimi nə üçün eləyirlər, kimə görə eləyirlər? Bir daha təbrik edirəm. Allah sağlam ömür versin, canına sağlıq versin, ailəsinə sağlıq versin və belə deyim, işində xeyirli, uğurlu olsun. Hər filialı açıldıqca müştəriləri daha da çoxalsın Rebusun inşallah. Belə deyək, pərəstişkarları da daha çox olsun inşallah. Çünki bir mağazinə birinci aşiq olmaq lazımdır. Oranı sevmək lazımdır və ondan sonra da oradan daha çox alış-veriş etmək lazımdır. Şəxsən mən də belədir. Mən Rebusun məhsullarına, qiymətlərinə aşiq olmuşam. Ona görə qaçırmayın, endirimləri, fürsətdən yararlanın.
Yağmura bir dama götür. Ona bakın ya. Baksana sonra. Safarın gününe göre yani sana varsa hediyeler aldım. Və gəlmişkən də dedik iyunun 1-i üçün uşaqlarımıza istədikləri və bizdən istədikləri bir şeylər var ki, daima onları yəni haçan alsaq uşaqlar heç vaxt atqaz eləmirlər. Və bizim uşaqlar rəssamlığa daha çox meylli olduğu üçün, böyük qızım rəssam olduğu üçün və Zeynəb də həvəsə düşdüyü üçün onlara çəkmək üçün A3, A5, A4 vərəqləri aldıq. Təbii ki, akvarel kağızlar və sketchbook aldıq. Çünki bunlar bizdə yəni daimi olmalıdır. Bitsə sanki nəfəsimiz kəsilmiş kimi bir şeydir. Təbii ki, biz bununla kifayətlənməyəcəyik. Digər başqa bir şeylər də nəzərdə tutmuşuq. Amma buna baxmayaraq dedik gəlmişkən biz bunu buradan alaq. Zaten qiymətlər su qiymətinədir. Təbii ki, deyəcəksiniz ki, reklam edirsiniz. Xeyr. Tam yəni ödənişsiz özümüz getmişik, çəkmişik və reklamsızdır. Yəni reklam eləmirik. Həqiqətən də özünüz indi anladınız nə demək istəyirəm. Sadəcə biz bu mağazini daha çox sevdiyimiz üçün və açılış olduğu üçün biz getdik, orada çəkilişlər elədik və sizin üçün ən əsası da sizin üçün elədik ki, siz də baxasınız, görəsiniz nədir, nə deyil və orada nələr olub, nələr olmayıb. Çünki biz bir gün öncədən canlı yayımda paylaşım elədik ki, biz rebusa gedəcəyik səhər və bizim istəsəz orada gələ bilərsiniz və izləyicilərimiz bəziləri dedi ki, gələ bilməyəcək falan filan, bəziləri dedi gələcək və bir çoxları hətta məndən sonra gəliblər, biz oradan çıxmışıq və gecikiblər. Gəliblər, bizi görməyiblər. Eyb yox, heç nə olmaz. Canına sağ olsun. Növbəti hardasa bir yerdə yenə rastlaşarıq, görüşərik inşallah. Buradan gələn, oraya gələn izləyicilərimi də salamlayıram. Allah sizə də sağlam ömür versin. Gələn də, gəlməyən də Allah hamının ruhsunu özünə yetirsin və hamının canını sağ eləsin. Mən növbətdə inşallah alacağam. Mən də hələ işlədirəm. Xarab oldu, bir şey olmuyor. Mən əsasən kamerasına görə işlədim. Cəndə çəkdim. Yəni bunları görməsin. Boya yekə boyalardır. Boyaları şeydəydi, set kimi nəsə alarıq. Hangisi inşallah? Ad günündə. Deməli, bu hissə rəssamlığı üçündür. Dedim ki, vay Yağmur bunu görsə ürəyi xarab olacaq. Bir günləri plancızdıq ki, gələrik inşallah yenə rebusa. Bu hissədən, yəni sırf rəssamlığa aid boyasıdır, kistidir falandır. Nə deyim, nə deməyim, hər şeyini alarıq bir gün. Ad günü hədiyyəsi iyunun 3-ü bizi nının yox, dajıllığının 2-ci ayın 3-ü böyük qızımın, yəni Yağmurun ad günüdür. Siz də bilirsiniz izləyicilər. Möhtəşəm bir video çəkilişi gələcək. Bunu öncədən deyim, biləsiniz. Yəni gözünüz kanalda olsun və gözəl hədiyyələr, gözəl görək nətər olacaq. Təbii ki, %100 rebusdan nəsə alacağım. Sırf rəssamlığa aid həmişəki kimi. Əgər hələ də kanalımıza abunə deyilsinizsə, abunə olub, like atıb, yorum yazmağı da unutmursunuz. Nə qədər abunə sayım artdıqca, likelar artdıqca, yorumlar artdıqca daha çox həvəsə gəlirik və daha çox sizin üçün çalışırıq. Fərqli yerlərdən çəkilişlər eləyim və ən əsası da bizim Instagram səhifəmiz də var. Elə Günelin ideyaları və TikTok səhifəmiz də Günelin ideyaları. Oradan da bizi takip etsəz çox-çox sevinərik. Orada da storylərimiz olur, fərqli reelslərimiz olur, shortslarımız olur. Yəni oradakılar da qaçırtmayın, daimi izləyicilərimə aiddir. Bir də statistikalara baxmışam. Demək olar ki, takipçilərim maşallah olsun. Daima bizi izləyirlər. Bunu da çox sevinirik. Bir də Türkiyə, Rusiya, Qazaxıstan, bir də xarici dövlətlərdən İngiltərə idi. Bizə təbii ki, bizim həmvətəndaşlarımızdır. Buradan onları çoxlu salamlayıram. Ailəmin adından mən Günelin ideyaları sizə təşəkkür edirəm ki, bizim kanalımızı seçib və bizi izlədiyiniz üçün, like'lar, yorumlar atdığınız üçün və çalışdığım qədər də heç kəsin yorumları cavabsız qalmasın. Hamısını da cavablandırıram. Təşəkkür edirəm sizə.
Güzel tabii. Olsun ne özü ilə bu da bağlanır. Çılıq yoxumuz var. Aya sonra yaptan çıxart yoxum. Nə biləm. Olsun belə bazara getmək tamam mı? Sonrası diye. Nerede elinde kalın. Özgür tane var. Size kimse sözüyor. Bir daha bir sağladı. Biz də alış-verişimizi elədik, çəkilişimizi elədik və axırda rəhbərliyi ilə də sağollaşdıq. Deməli, Verbusa getmişdik, açılışında olduq və oradan nələr aldıq. Deməli, belə A4 formatında rəsm xət qovluğu. Bunlar çornu-beyli şəkillərə çox qəşəng gedir. Yağmur da Zeynəbdə istifadə edir və belə bir şirin qələmlər aldıq və bu A3'dür. 10 ədəd içində, bir də burada sketchbooklar aldıq. Bunun içərisində 24 dənə idi, 11 manat 50 qəpik və belə deyim 20% endirim idi. Gedin, yararlanın, əldən qaçırtmayın bu fürsəti. Demək, Yağmur bir dənə şəkil çəkib, hələ göstərmə. Çox möhtəşəmdir. Sanki canlı durdu qabağımda, məttəl qaldım. Maşallah, maşallah. Qızım əllərinə sağlıq, onu deyim. Favorit elə. Baxın. Gözəlliyə baxın. Əllərinə qüvvət balam. Sağ ol. İşini qüvvən ölüm mən. Ay, uş. Hə? Yüncini çekmek çok keyiflidir. Hə. Çünki cuncindir. Hələ sırğasını da çəkib. Siz Allah. Maşallah, maşallah. Gözəlliyə bax. Sənə o əyrimçə tripodlardan alacağım. Əyrimçə tripodlar. Qatlanan tripodlardan. Əllərə sağlıq qızım. Bunu Instagramda paylaşacağım. Hə. Bismillah. Sağlam ol, səbr edin, qorxmayın. Ani bir gəliş, hələ 5 dənə gələ, 10 dənə gələcək. Burnun genişliği tamamlayıp omrum daha geniş. Olsun. Əladır. Yağmur, Instagram səhifəmi denə. Bilmirəm. Yaxşı, mən sizə yazıb qoyacağım bu videonun altında. Yazıp koyma çünkü adın değişse bir yazım artık o değil. Ha, yaxşı, okey. Yağmurun tamamla bir dəfəlik 10 dənə. Neyse, Yağmurun əl işləri oradadır. Keçib oradan baxa bilərsiniz. Sifətə biləm də çəkəcəm. Onları da çək paylaşacağım.